Siz influencerləri necə qiymətləndirirsiniz? Hansı xüsusiyyətləri sizi cəlb edir? İnfluencerlərin bəzi kütlə var ki, öyrədici videolar çəkir. Məsələn, təhsil haqqında, hər hansı bir iş haqqında öyrədici videolar çəkir. Mən o influencerləri bəyənirəm. Məncə səmimi və dürüst olanları daha çox sevirəm. Çünki bəzən yəni elə bir firmanız adı dəyərləndirirlər. Bəziləri elə olur ki, yalan danışır, reklama görə, yəni yalandan danışırlar da. Amma bəziləri isə həqiqətən yəni dəyəri düzgün verir. Məncə Azərbaycanda influencer anlayışı tam olaraq dərk olunmayıb. Çünki insanlar məşhurluqla influencerlığa, yəni arasındakı fərqi tutmurlar. Misal üçün elə influencer var ki, xaricdən gəlib Bakıya, Bakı şəhərinin gözəl yerlərini göstərir. Xarici vətəndaşlara Bakının gözəl yerlərindən tanış eləyir. Influencerləri mən əsasən Instagramda izləyirəm, belə səyahətləri falan izləyirəm. Ən çox onlar maraqlı gəlir. Hər şeyi götürüb paylaşmaq, nə mənim bu falan şeylərim var, hər şeyim var. Belə bu reallıqdan kənardan reallığı əks etdirmir. Yəni insanların bir növ deyim düşüncələrinə oynayırlar.